Təəssüflər olsun ki, hər cəmiyyətdə bir fundamental xəbər yayılanda hamı o fundamental xəbərin ətrafında çalışır, fırlansın, onu işıqlandırsın, sosial şəbəkələrdə o xəbəri paylaşır. Bilən, bilməyən özünün 5 qəpiyini salmaq istəyir ortaya. İndi bütün internetdə danışırlar Arzu xanımın faciəsindən. Ona srok kəsdilər, yaxşıdır, pisdir, olub, olmayıb, pavarotniki yandırıb və yaxud sonra qəza yerindən gedib, polisi çağırmayıb, samolyota oturub, gedib və yaxud kimsə deyir ki, 4 uşaq anasıdır, başa düşürəm hər şey. İlk öncə istərdim ki, xalqımızın bütün nümayəndələri xoşbaxt olsunlar. Hamı yaşasın və xoşbaxt olsun. Hamı bu hadisədən danışır, hamı toplaşır, biri ağlayır, biri qışqırır, biri bilmirəm, özünü dartır ora-bura. Amma bəzi xəbərlər təəssüflər olsun ki, tez unudulur. Da ki, bir qız, Azərbaycanımızın qızı, evladı, Bakıda oxuyurdu onlayn formatda və Xarkova getdi diplom almağına. Təəssüflər olsun ki, mərmi düşəndə Xarkova o da rəhmətə getdi. İnsan Bakıda oxuyurdu, getdi diplom almağına. Amma o qız tez unuduldu. Sizcə Arzu xanımın hadisəsi unudulmayacaq, unudulacaq təbii ki. Sonra indi xəbərlər çıxdı, Manaf Ağayev kimləsə telefonla danışanda o kimsə onu harasa dəvət edib və yaxud dəvət eləməyib. O belə eləyib, belə eləyib. Sonra Manaf Ağayev deyir ki, Qarabağdan hamısı elə yalnız Qarabağda oxuya bilirlər, Füzulidə oxuya bilirlər. Ondan başa düşə bilmirəm. Bu nədir? Kimsə arasa restorana yeyib içməyə dəvət edib, dəvət eləməyib. Bundan qalma-qal yaşadırsınız. Başqa problemlərimiz yoxdur bizim. Mən başa düşə bilmirəm. Burada yüzlərcə insana kömək lazımdır. Ehtiyac var. Kiminsə xəstəsi, kiminsə balası, kiminsə işi, gözü. Hər əviz bu xəbərləri paylaşan insan bir ağac əksəz və yaxud əkmək istəməsəz bir ağac sulasaz, bir nənənin yolun o üzündən bu yol üzünə keçirsəz, bir insana 1 manatla kömək eləsəz, hər əviz bir yaxşılıq eləsəz bu ölkəyə. Yaxşılıq eləsəz tək ətrafınızda yox, tək ailəvizə yox, tanınmadığınız insanlara inanın. Bu ölkə, bu cəmiyyət, bu bizim Azərbaycanımız daha yaxşı və daha xoşbaxt olar. Xəbərləri yaymaqla, xəbərlərin içində olmaqla, reyting üçün və yaxud donat üçün və yaxud baxıntı üçün iştirak eləmək o demək deyil ki, siz özünüzü belə o yana bu yana darta nəsə yaxşılıq edirsiniz. Siz özünüzdən soruşun, siz nə eləmişsiniz? Dəqiq siz nə eləmişsiniz? Cavabınız pozitivdirsə, desəz ki, vətən uğrunda döyüşmüşsünüz. Desəz ki, hansısa bir işdə onlarca 100 il çalışmışsınız. Həkimsiniz, müəllimsiniz, mesenatsınız, fəhləsiniz. O deməkdir ki, siz əsl vətənpərvərsiniz. Amma sizin cavabınız olmazsa, siz artıq sözünüzə vətənpərvər deməyin. Yenə də çalışın, paylaşın bu videoları. Kim kimi maşınla vurub, kim kimi banketə dəvət eləməyib, kim kimi neyniyib. Sadəcə yəqin ki, bu bizim vəziyyətimizdir. Var olun, 100 il yaşayın.